Salam, kanalıma abone ol ve videolardan faydalan. Glinkanın işini onun kiçik müasiri, dostu və davamçısı Puşkinin ehtiraslı heyranı Dargamushki davam etdirmişdi. Özünün böyük müəllimi kimi o, milli, əsil xalq və məzmununa görə çox dərin insani incəsənətin dönməz mübarizi idi. Lakin o, artıq başqa nəslə və başqa dövrə aid idi. Aleksandr Sergeyeviç Dargamushki 1813-cü ilin 2 fevral tarixində Tula quberniyasında anadan olmuşdu. 1817-ci ildə ailə Peterburqa köçmüş və 4 yaşlı gələcək bəstəkarın sonraki həyatı orada keçmişdi. Dargamushkinin atası məmur olmuşdu. Anası şairə kimi tanınırdı. Dargamushkilərin evində incəsənət çox sevilirdi. Uşaqlar musiqi dərslərini alır, daim musiqili gecələrdə iştirak edirdi. Dargamushki 6 yaşında musiqi təhsili almağa başlayır, 9 yaşında isə skripkada ifaçılığa cəlb olunur. O, eyni zamanda fortepiano dərsləri də alır. Dargamushki bəstəkar kimi əslində 19-cu əsrin bir çox görkəmli rus bəstəkarlarının taleyini bölüşərək professional bəstəkarlıq təhsili almışdı. O, uzun illər gərgin iş sayəsində professional ustalıq səviyyəsinə qalxmışdı. Erkən yeniyetməlik dövründə Dargamushki çox sayda musiqilər bəstələyirdi. Lakin bu illərdə o, ciddi yaradıcılıq haqqında o qədər də düşünmürdü. Həvəskar musiqi ifaçılığının çiçəkləndiyi kübar salonlarda o, gözəl pianoçu və romansların mahir ifaçısı kimi şöhrət tapırdı. Yaradıcılığının ilkin dövrü, Dargamushkin yaradıcılıq yolunda əlamətdar tarix 1834-cü ildə onun Glinka ilə görüşü olmuşdu. İncəsənətə məhəbbət hər iki musiqiçinin tez bir zamanda yaxınlığına səbəb olur. Dargamushkinin yaradıcı inkişafına Glinkanın rəhbərliyi altında çoxsaylı xeyirxahlıq konsertlərinin keçirilməsindəki fəaliyyəti köməklik edir. Glinkanın məsləhəti ilə Dargamushki musiqinin nəzəriyyəsini öyrənməyə başlayır. Bu dövrdə o, Puşkinin yaradıcılığı ilə dərindən maraqlanmağa başlayır. Puşkin yaradıcılığı onun bədii cəhətdən formalaşmasında çox böyük rol oynamışdı. Dargamushki yaradıcılığının ilkin dövründə 30-cu və 40-cı illərin əvvəlində bir çox əsərlər yazsa da, onun bəstəkarlıq stilinin bütün xarakteri xüsusiyyətləri hələ tam formalaşmamışdı. Lakin artıq bu dövrdə o, əsasən romans, mahnı və vokal ansamblar sahəsində bir sıra böyük bədii dəyərə malik əsərlərin müəllifi kimi tanınmağa başlayırdı. İlkin dövrün kamera vokal yaradıcılığının zirvəsi Puşkinin sözlərinə yazılmış bir qrup əsərlərdir. Puşkinin adı ilə bağlı bir iri həcmli əsər də vardır ki, bu Торжество Vakha bu dövrün məhsuludur. Solistlər, xor və orkestr üçün yazılmış bu kantata şairin eyni adlı şeir əsasında bəstələnmişdi. Dargamushkinin ilk operası Esmeralda Victor Hugo'nun Paris Notre Dame məbədi romanının süjet əsasında yazılmışdı. Esmeralda'nın tamaşaya qoyulma hadisəsi o dövrdə gənc bəstəkar üçün öz operasını səhnədə canlandırmağın nə dərəcədə çətin olmasını göstərir. İmperator teatrlarının Rus incəsənətinə olan laqeyd münasibəti nəticəsində Dargamushki 8 il ərzində operanın səhnəyə qoyulmasına nail ola bilmir. Yalnız 1847-ci ildə Verstovskinin köməyi nəticəsində əsər Moskvada və 50-ci illərdə ilk dəfə Peterburqda tamaşaçılara təqdim olunur. Bu uğursuzluq gənc bəstəkar üçün ağır sınağa çevrilir. 1844-1845-ci illərdə bəstəkar özünün ilk xarici səfərini edir. O, Viyanada, bir neçə Alman şəhərində, Brüssel, Parisdə olur. Səfər xarici ölkələrin həyatı, məişəti və incəsənəti ilə tanış olmaqda, bir sıra görkəmli incəsənət xadimləri ilə yaxınlaşmaqda ona kömək edir. 1845-ci ildə vətənə qayıdan Dargamushkinin yaradıcılığının yetkin dövrü başlayır. 40-cı illərin ikinci yarısında bəstəkar Su Pərisi operası üzərində işləməyə başlayır. Bu əsər üzərində işlədiyi dövrdə Dargamushki çox sayda romans yazır. Onlarda əvvəlki kimi
Pushkin poeziyasına üstünlük verilir. Lirik romanslarla yanaşı bəstəkar dəyirmançı xalq komedik səhnəciyini yazır. Bəstəkarı Lermontovun poeziyası cəlb edirdi. Müasir cəmiyyətin yararsızlığı haqqında kədərli fikirlər bəstəkarı təsirli lirik monoloqlar formasına gətirir. 50-ci illərin əvvəllərində o, xalq şair nəğməkarı Kalsovun yaradıcılığına müraciət edir. Kalsovun sözlərinə yazdığı mahnılarda Dargamushki xalq həyatının həqiqi təsvirini verir. Adi məişət mahnısının intonasiya formasından istifadə edir. Su Pərisi 1855-ci ildə tamamlanır, 1856-cı ilin mayında Peterburqda səhnəyə qoyulur. Opera müəyyən ixtisarlarla göstərildiyindən musiqinin parlaq olduğu bəzi səhnələr təhrif olunur. Tamaşaçıların operaya münasibəti ikili səciyyə daşıyırdı. Aristokratiya yeni Rus operasına laqeydlik və hörmətsizliklə yanaşır, demokratik əhvallı tamaşaçılar isə operanı alqışlayırdılar. Tədqiqatçıların rəyi də kəskin fərqlənirdi. İrtica yönlü tənqidçilər Dargamushkiyə hücum edərək milli xalq elementlərinə həddən artıq meyl etdiyinə görə bəstəkarı tənqid atəşinə tuturdular. Dargamushkini Serov müdafiə edir. O, milli Rus opera məktəbinin mövcudluğunu hərarətlə müdafiə edir və Su Pərisini parlaq maliyyət kimi alqışlayırdı. Tamaşanın aşağı keyfiyyətlə göstərilməsi və əksər tamaşaçıların operaya soyuq münasibəti bəstəkara pis təsir edirdi. 1857-ci ildə 11 tamaşadan sonra operanın repertuardan çıxarılması məyusluğun acı hisslərini daha da artırır. Bu dövrdə Dargamushkinin xasiyyətində və həyatında kəskin dəyişikliklər baş verir. Opera sahəsindəki uğursuzluqlar, teatr həyatının rəsmi rəhbərlərindən aldığı daimi zərbələr, bütün bunlar sanki onu vaxtından qabaq qocaldır. Onda özünə inamsızlıq yaradır, vətəndə haçansa tanınmaya nail olacağına ümidlərini itirir. Dargamushkini əhatə edən dostların dairəsi də kəskin dəyişir. Bəlkə vaxtlarda Peterburq salonlarının daimi iştirakçısı olan bəstəkar, indi o kübar yığıncaqlarından tamamilə uzaqlaşıb. Cəmiyyətdə onu adam sevməz, evə bağlı adam adlandırırdılar. Bu insanlar ilk növbədə onun evində yaşayıb, onun dərs və məsləhətləri ilə həvəskar müğənnilər kimi yetişmişdilər. Məhz burada ifanın Rus musiqisinin ruhuna cavab verən, zahiri effektivliyə yad olan realistik tərz hazırlanırdı. Lakin tezliklə Dargamushkinin fəaliyyəti geniş ictimai əhatə əldə edir. 50-ci illərin sonunda Rusiyanın ictimai həyatında dərin və əhəmiyyətli dəyişikliklər hazırlanırdı. İnqilabı partlayış qorxusu hökumətin 1861-ci il aqrar reformasını həyata keçirilməsinə səbəb oldu. Rus xalqının azadlıq mübarizəsinin Raznochin demokratik mərhələsi başlanırdı. Bu illərdə qabaqcıl Rus ədəbiyyatının rolu gözlənilməz dərəcədə artır. Nekrasov və Çernişevskinin Savremennik adlı inqilabi demokratik orqanı ilə yanaşı qabaqcıl yönlü digər jurnallar da yaranır. Bu jurnalların birində Dargamushki də iştirak edir. 1859-cu ildə istedadlı şair və tərcüməçi Krochkin və Stepanov satirik İskra jurnalını təsis edir. Dargamushkini də redaksiyaya işləməyə dəvət edirlər. 1864-cü ilin noyabr ayından 1865-ci ilin may ayınadək Dargamushki xarici səfərlərdə Varşavada, Leipzig, Brüssel və Parisdə olmuşdu. Brüsseldə bəstəkarın verdiyi konsertlər ona böyük şöhrət gətirir. Yerli qəzetlər onun musiqisi haqqında maraqlı məqalələr dərc etdirir. Ömrünün son illəri xarici səfərdə uğur qazanan Dargamushki vətənə qayıdır. Burada da o, yaşlı vaxtında nəhayət geniş ictimai tanınmanın sevincini dadır və yaradıcılığın yeni möhtəşəm yüksəlişini yaşayır. 60-cı illər qabaqcıl Rus mədəniyyətinin yüksək çiçəklənmə dövrü ilə əlamətdar olub, demokratik qüvvələrin güclü inkişafını əks etdirir.
Peterburqda progressiv qüvvələrin önündə gənc bəstəkarların mübariz birliyi irəli gəlir. Tarixə qüdrətli dəstə kimi daxil olan bu birliyin üzvləri Balakirev, Kui, Mussorgskiy, Rimskiy-Korsakov və Baradin. Qrupun ideoloqu rus tənqidçisi Stasov idi. Gənclər parlaq, bənzərsiz əsərlərlə çıxış etməyə başlayırlar. 1865-ci ildə İmperator teatrlarının müdiriyyəti musiqi ictimaiyyətinin tələbləri qarşısında Su Pərisi operasının tamaşaya qoyulmasına razılıq verir. Bu dəfə tamaşanın uğuru gözləniləndən də yüksək olur. Yeni dinləyicilər gözəl rus operasını ruh yüksəkliyi ilə qarşılayır. Su Pərisindən sonra Peterburq və Moskva səhnələrində Dargamushkinin Esmeralda və Tarjestvo Vakha əsərləri göstərilir. Hətta düşmənləri Dargamushkinin artan şöhrətini dana bilmədiyindən onun böyük musiqi xadimi olduğunu qəbul edirlər. 1867-ci ildə o Rus musiqi cəmiyyətinin müdiriyyəti tərkibinə irəli çəkilir. Tezliklə Peterburq bölməsinin sədri təyin olunur. Rus musiqi cəmiyyəti yeni Rus musiqisini eşitmək istəməyən və onun inkişafını ləngidən saray dairələrindən asılı vəziyyətdə olduğundan işləmək çətin idi. Dargamushkinin incə diplomatik mübarizəsi sayəsində cəmiyyətin fəaliyyəti dönüşə nail ola bilir. 1868-ci, 1869-cu illərdə Rus musiqi cəmiyyətinin konsertlərində Rus bəstəkarlarından Glinka, Çaykovski, Rimskiy-Korsakov, Mussorgskiy, Baradin və Dargamushkinin özünün bir sıra əsərləri ifa edilir. Dargamushki özü üçün yeni olan yaradıcılıq növünə müraciət edir. 1861-ci ildən 1867-ci ilədək 3 simfonik uvertura fantaziya, Baba Yaga, Ukrayna Kazaçoku və film mövzuları əsasında fantaziya yazır. Glinkanın Kamarskaya nümunəsinə istinad edir. Dargamushki bu əsərlərin əsasına milli mənşəli, əsil xalq mahnı mövzularını qoyaraq bu materiallar əsasında parlaq janr lövhələrini yaradır. Dargamushkinin simfonik fantaziyaları düşüncə zənginliyi, yumor və işıqlı, həyati səciyyə ilə cəlb edir. 1960-cı illərin yaradıcılıq zirvəsi bəstəkarın ömrünün son illərini həsr etdiyi Daşqonaq operası olur. Dargamushki kiçik faciənin mətnini dəyişmədən, yeni libretto tərtib etmədən Puşkinin əsərini bütövlükdə musiqiyə daxil edir. Əslində o reşitativ dialoqlardan ibarət opera bəstələmiş olur. Opera üzərində iş 1867-ci ilin sonundan başlayır. İşin davamı artıq bəstəkarın ağır xəstəlik dövrünə düşür, lakin yaradıcılıq yanğısı ondan əl çəkmirdi. Həyatının sonunu hiss etdiyindən o Daşqonaq üzərində işi başa çatdırmaq üçün tələsir. Ağır fiziki ağrılara baxmayaraq yaradıcılığı dayandırmır. Bütün bunlara baxmayaraq bəstəkar operanı tamamlaya bilmir. Dargamushki 1869-cu ilin 5 yanvar tarixində vəfat edir. Onun vəsiyyətinə görə Daşqonaq Kui tərəfindən tamamlanır və Rimskiy-Korsakov tərəfindən orkestrlaşdırılır. 1872-ci ildə Balakirevçilər operanın Peterburqda Mariinski teatrında tamaşaya qoyulmasına nail oldular.